Merhaba arkadaşlar. Bugün böyle bir misalın həll bakacağız. Bu misal belə də yəni çətin misal değil ama yəni çox şagirdlərin səhvə yol verdiği yəni misal tiplərindəndir. Amma çox sadə misaldır yəni. Verib K bölünsün il. K'nın ilə nisbəti 7'nin 9'a olarsa və K üstə gəl K üstə elin cəmi 80 olarsa olarsa bizə K'nın qiymətini soruşur. Olarsa da K yəni neçədir? Yəni bizə burada K bölünsün yani el beraber 7'nin 9'a yani nispetini verirse yani bu o deməkdir ki yani K 7x'dir. El 9x'dir. Zaten yani biz burada 7x 9x'a yani bölecek. Burada x'ler gelecek. Yine yerinde kalacak. Yani 9'da 7 kalacak. Yani bu K'nın yani bu K'nın tərkibində bir x hissəciyi var. Elinin tərkibində bir x hissəciyi var ki yani 7x'in yani 9x'in nisbəti yani sonunda bize yani bize ne verir? 9'da 7 verir. Burada yukarıda şartı verir ki K üstə gəl elin cəmi sayısına beraber. Yani biz K'nın qiymətini tapdıq. 7x elin qiymətini tapdıq 9x. Yani o deməkdir ki K üstə gəl el beraber 80 ise o yani bu deməkdir ki 7x üstə gəl 9x beraber 80. 7x'in üstüne 9x kanı eləyir. 16x beraberdir 80'e. X beraberdir 80 bölünsün 16. Deməli buradan x tapdığına gələrdi. Deməli 80 16 bölünür 5. İndi bizə K'nın qiyməti soruşur. Biz K'ya neçə demişik? 7x. K'nın qiyməti bizə yəni 7x-a həmin aldığımız bu 5'i yəni gətirib burada x'in yerinə qoyuruq. 7 vurulsun 5 beraber neçəyə? 35'e. O da bizim misalımızın həlli.